Hər vaxt xeyir olsun. Təbii ki, hər dəfə olduğu kimi biz qızıldan danışarıq. İyun ayının 10-udur. Qızıl bugün nə edəcək? Yəni o haqda söhbətimiz təbii ki, bir də səhər saatlarında aşağı doğru istiqamət almasına baxmayaraq yenidən 16-17 dollar sürətlə yuxarı doğru istiqamətlə davam etdirdi. Hazırki vəziyyətdə deyirik. Yəni bugün nələr baş verəcək? Yəni bugün gündəlik missiya 54 dollardır və dünən 26 dollar yuxarı və 45 dollar, çox üzrəm 26 dollar aşağı və 45 dollar yuxarı doğru istiqamətlə davam etdirir. Bugün səhər saatlarında hansı nöqtələrə diqqət edelim? Təbii ki, hər dəfə dediyimiz kimi biz deyək ki, bazar günündə bu dünən üçün proqnozları vermişdik. Yəni 2 gün qabaq bütün proqnozlara qızıl haqqında və Bitcoin haqqında məlumat vermişdi və Bitcoinin yuxarı qalxması, qızılın da deyək ki, aşağı enib nöqtələr nəzər çatdırmışdıq və 2998-dən yuxarı doğru 2333-lərə qədər qalxmasını proqnozlaşdırır və bu öz əksini tapdı. Təbii ki, biz hər dəfə qabaqcadan bütün proqnozlara son dərəcə dəqiqliklə verir. Bunu da siz öyrənmək istəyirsinizsə, təbii ki, ofisə yaxınlaşın. Mükəmməl dərəcədə sizə də öyrədək. Alışlar 3333-lərə, yəni çox güclü müqavimət xəttidir. Bundan yuxarı formalaşsa alışlar, satışlar isə 3300-lərdən sonra fikirləşməyə dəyər. Keçək biz Bitcoin-ə. Bitcoin-ləri artıq Bitcoin hədəf olaraq 117-ləri görür. Belə, keçək biz crude oil, future spotlar, gündəlik missiya 1 dollar 43 sentdir. Və bildiyiniz kimi neft bir neçə gündür sürətlə yuxarı doğru istiqamətə davam edir. Müqavimət güclü, müqavimət yenidən qalxacaqmı? Sualına gəldidə isə 67.60-lardır. Bundan yuxarı formasında təbii ki, qalxacaq. Əks istiqamətdə günün ikinci yarısından sonra satış əməliyyatlarına üstünlüyü verməyə dəyər. Keçək biz funtun və evronun olan rəqabətinə. Funtun olan rəqabəti gündəlik missiya 716 pipsdir və dünən 600 pips, yuxarı 600 pips, aşağı doğru istiqamət davam. Bugün də edir. Ümumi istiqamət təbii ki, yuxarıdır funtun olan rəqabəti. Baxmayaraq ki, evro, dolların Yaponiya rəqabəti, dolların Frankın rəqabəti, bunlar sürətlə yuxarı doğru istiqamət alsa belə, yəni bu qısa zaman ərzində olacaq, qısa müddətdə olacaq və yenidən enişlər olacaq. Alışlar funtunda olan rəqabətində 1.35-700-lər, satışlar isə 1.35-150'lər olacaq. Keçək evronun olan rəqabət gündəlik missiya 794 pipsdir və 1.14-400-dən yuxarı formalaşsa alışlar üçün düşünməyə dəyər. 1.13-800'dən aşağı formalaşsa isə satış əməliyyatları. Demək ki, Nasdaq, S&P, Dow Jones'a gəldidə isə Nasdaq, S&P, Dow Jones bunlar baxmayaraq ki, ümumi istiqamət, yəni korreksiyadan sonra sürətli enişdən sonra istiqamət alıb yuxarı getsələr belə, hər ikisi, hər üçü, hər dördü, deməli, Nasdaq, S&P, Dow Jones və DAX-lar bulanın hər dördü deyək ki, artıq qalxmağa yorulublar və üçbucaq yaralıblar və bu üçbucağın dəstək xəttinə diqqət edəsək, oradan yəni aşağı doğru istiqamətinə davam etdirəcək. Və biz 2 həftə öncə iyun ayının 4-ü 5-i sürətlə qalxışları qızılda nəzərə çatdırdı və təbii ki 4-ü də qalxdı, 5-i də qalxdı, amma 6-sı endi. Biz çünki 4-ü 5-i demişdik ki qalxacaq, təbii ki həmin günlər qalxdı. Belə, əzizlərim, inşallah görüşmək ümidi ilə özünüzə yaxşı baxın, sağ olun.